Salam hörmətli izləyicilər. Bugün qarşıma dilim topluda maraqlı bir sual çıxdı. İstədim onu da sizinlə paylaşım. Nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. İndi biz fikir versək görürük ki, cümlədə yazılıb. Təkcə o yazılmayıb, ondan sonra bir dənə vergül də var. Deməli, burada o nə olmalıdır uşaqlar? Mübtəda rolundadır, şəxs əvəzliyidir və o'dan sonra nə zaman vergül yazılar, həmin qaydanı yadımıza salaq. Uşaqlar, əgər o mübtəda rolundadırsa, ondan sonra gələn isim, ondan sonra isim, sifət, say, feili sifət, zərf, modal sözü gələrsə, özündən sonra vergül yazılır. Lakin o əvəzliyi şəxs əvəzliyidirsə, yəni o mübtəda rolundadırsa və ondan sonra əvəzlik, feil, köməkçi nitq hissələri gələrsə, vergül yazılmaz. Düzdür, onların içərisində də bəzi istisnalar var. Bayaq qeyd etdiyim kimi, feillər içərisində feil sifət gəlsə vergül yazılır və köməkçi nitq hissələri içərisində modal söz varsa vergül yazılır. Bunlar istisnadır. İndi biz axtarmalıyıq. Bu cavablardan hansı söz gələrsə vergül yazılar. A bəndi. O kimdir? Kimdir sözü əvəzlikdir. Düzdürmü? Bayaq biz dedik ki, o'dan sonra əvəzlik gələrsə vergül yazılmaz. Bunu çıxdıq. C bəndi. Oxumayıb. O oxumayıb. Oxumayıb nədir? Feildir. Təsniflənən feildir. Təsniflənən feil gələrsə, ümumiyyətlə feil gələrsə dedik ki, vergül yazılmaz. O da şairdir. Da nədir burada? Köməkçi nitq hissəsi. Əgər özündən sonra köməkçi nitq hissəsi gələrsə vergül yazılmaz. İstisna modal sözüydü. O yer gözəldir. Bu zaman o yer dedikdə artıq o sözü mübtəda olmur. O təyin olur. Ona görə burada ümumiyyətlə vergüldən söhbət gedə bilməz. Ona görə Y bəndində çıxırıq. Cavabımız olur B bəndi. Niyə? Çünki bura yazılıb buradadır. Və yadımızda saxlayaq ki, uşaqlar bəzən bura, ora sözlərində uşaqlar çalışırlar. Bura sözü zərfdir, əvəzlik deyil. Ora və bura adında əvəzlik yoxdur. Özündən sonra zərf gəldiyi üçün vergül yazılır. Cavab oldu B bəndi.